Yer kürəsində sonuncu böyük buzlaşma dövrü bitdikdən sonra Afrikanın şimalında kəskin iqlim dəyişikliyi baş verdi. Quraqlıq başladı, su mənbələrinin çoxu qurudu. Dünyanın ən böyük səhrası Sahara səhrası yarandı. Buradakı insanlar, canlıların çoxu Afrikanın cənubuna, bir qismi Nil çayının ətrafına çəkildi. Ehramlar ölkəsi olan Misir, Afrikanın şimal-şərqində dünyanın ən uzun çayı olan Nil çayının ətrafında yerləşir. Ölkənin geosiyasi mövqeyi Misir sivilizasiyasının yaranmasına səbəb olmuşdur. Eradan və 5-ci yüzillikdə Yunan tarixçisi Herodot Nilin tövhəsi adlandırırdı. Qədim Misiri qara torpaq adlandırırdılar. Nil çayı Misirin cənubundan şimalına doğru axaraq Aralıq dənizinə töküldüyü üçün ölkə iki yerə bölünür. Şimali Misir, Aşağı Misir adlanır. Aşağı Misir adlanır və Nil çayının deltasında yerləşir. Yuxarı Misir isə Cənubi Misir adlanır və Nil vadisi boyunca uzanır. Buradan cənubda isə Nubiya yerləşir. Nil çayının suyu yazda çoxaldığı üçün məcrasından çıxaraq bir neçə ay daşqınlara səbəb olurdu. Daşqınlar çayın ətrafında qara torpaq qatı yaradırdı. Nil vadisinin sakinləri torpağı daşqından qorumaq üçün bəndlər tikirdilər. Bəndləri Misirlilər damba adlandırırdılar. Nil çayının sahillərində bitən papirus adlanan qamışdan sal və qayıq hazırlayır, evlərin damını örtürdülər. Suyun çatmadığı hündürdə yerləşən əkil sahələrini isə suvarmaq üçün şaduf qurğusundan istifadə edirdilər. Əkinçiliklə yanaşı bostançılıq, maldarlıq, sənətkarlıq da inkişaf etmişdi. Toxuculuq, struzçuluq, metal işləmə, zərgərliklə, ağacləmə ilə də əhali məşğul olurdu. Xam mala ehtiyac Misirin qonşu ölkələrlə əlaqələr qurmasına səbəb oldu. Nil vadisində kifayət qədər gil olsa da taxta az idi. Vadidəki qayalardan ağ əhəng daşı, uzaq bölgələrdən qranit, mis, qızıl, qiymətli daşların gətirilməsi lazım olurdu. Bu isə hərbi yürüşlər təşkil edə bilən mütəşəkkil cəmiyyət olmağı zəruri edirdi. 3-cü Tutmosun dövründə ölkəyə Nubiyadan qızıl, Suriya, Fələstindən mis, Babilistan və Finikiyadan ağac gətirilirdi. Qədim Misirdə görüləcək işi təşkil edə bilən, idarəçilik qabiliyyəti olan insanlar başçı seçilirdi. İcma daxilində və şəhərlərdə qayda qanunları müəyyən edən ağsaqqallar və tayfa başçıları hakimiyyəti ələ keçirirdi. Belə bir şəraitdə şəhərlər meydana gəldi, idarə sistemi yarandı, hakimiyyət formalaşdı və nəticədə dövlətlər yarandı. İlk vaxtlar Nil çayının ətrafında 40-adək kiçik dövlət nom yaranmışdı. Nomların hər bir nomun hökmdarı dini tanrısı vardı. Nomların mərkəzində hökmdar sarayı, məbədlər, o cümlədən baş tanrının məbədi yerləşirdi. Mübarizə suvarma kanalları və otlaq sahələri uğrunda gedirdi. Güclü dövlətlər zəifləri özünə tabe etdikcə onların sayı azalırdı. Nəticədə eradan və 4-cü minilliyin ikinci yarısında Nil çayının ətrafında yuxarı Misir və aşağı Misir adlanan paşalıqlar yarandı və onlar arasında müharibə baş verdi. Müharibə Misirdə vahid dövlət yaratmaq uğrunda gedirdi. Yuxarı Misir qalib gələrək ölkəni vahid dövlətdə birləşdirdi. Beləliklə də Eradan və 4-cü minilliyin sonunda vahid Misir dövləti yarandı və ilk paytaxtı Memfis şəhəri olmuşdur. Misirdə müharibələr bitdikdən sonra vahid dövlətin yaranması prosesindən sonra təsərrüfatın və mədəniyyətin inkişafı böyük inkişaf aldı. Firon. Firon sözü hökmdarın sarayı deməkdir. Böyük ev mənasını verir. Sonralar hökmdarın özünü də Firon adlandırmağa başladı. Firon Günəş oğlu adlanırdı. Qeyri-məhdud hakimiyyətə malik idi. Dövlətdə bütün hakimiyyəti əlində cəmləşdirmişdi. Ordunun baş komandanı sayılırdı. Qanunlar verir, qaydalar müəyyənləşdirirdi. Ölkəni idarə etmək üçün canişin və məmurlar təyin edirdi. Hakimiyyət irsən atadan oğula və qardaşdan qardaşa keçirdi. Ölkəni idarə etmək üçün canişin və məmurları təyin edirdi. Tanrının yer üzərində təmsilçi olaraq insanların, torpaqların
və bütün əmlakın sahibi hesab edilirdi. Onlara hakimiyyətin Tanrı tərəfindən verilməsi iddia edilirdi. Qeyri-adi qüdrətin olduğunu göstərmək üçün şərəfinə piramidalar tikilirdi. Çati ali məmur idi. Firon tərəfindən vəzifəyə təyin olunurdu. Fironlar bu vəzifəni öz övladlarından birinə verirdilər. Səlahiyyətlərinə də təsərrüfatı məhkəmə orqanını idarə etmək, Firon dəftərxanasını və dövlət xəzinəsini nəzarət etmək idi. Kahin Misir cəmiyyətinin önəmli yer tutan təbəqələrdən biri idi. Dini işlərə nəzarət edirdi. Fironu yeryüzünün tanrısı, günəş oğlu adlandırır, ilahləşdirərək onu sitayiş edirdilər. Misirdə əhalinin əksəriyyətini kəndlilər təşkil edirdi. İşğallar nəticəsində Misirdə çoxlu əsirlər var idi. Bu əsirlərin mənbəsi müharibələr idi. Qul əməyindən təsərrüfatda ənyandan malikanələrində istifadə edilirdi. Qula canlı ölü adlandırılırdı. Əmək və torpaq dövlətə məxsus idi. Məmurlar oxuyub yazmağı bilən şəxslərdən seçilirdi. Əkin sahələrinin ölçülməsi, verginin toplanması, hüququ və ordu işlərinə baxırdılar. Misir əhalisi müxtəlif təbəqələrə bölünürdü. Məmurlar, kahinlər, kəndlilər, sənətkarlar, qullar. Fironlar əsas dayağı yaxşı silahlanmış və təlim görmüş ordu idi. Misirin birləşdirilməsindən sonra Fironlar dövlətin ərazisini genişləndirmək üçün hərbi yürüşlər etməyə başladılar. Eradan 2-ci minilliyin ortalarında Misir özünün ən güclü vaxtına gəlib çatdı. Misir 1-ci Tutmosun hakimiyyəti dövründə işğalçı yürüşlərə başlamışdır. Xüsusən Aralıq dənizi sahillərinə daha çox yönəlmişdilər. Fələstin və Suriyanı işğal etmişdilər. Misir dövlətinin şimal sərhəddə ilk dəfə Fərat çayına çatırdı. Misirin cənubundakı Nubiya da ələ keçirilmişdi. 1-ci Tutmosun nəvəsi 3-cü Tutmosun hakimiyyəti dövründə Aralıq dənizinin şərq sahilində, Ön Asiyada Fələstin